sizlerin halkın bize verdiği mandatın müddəti 1 il idi. 1 ildə keçibdi, artıq kimsə biz və millət vəkili deyilik. Heç birimiz millət vəkili deyilik. Yalnız 12 nəfər 3-cü turda seçmiş millət vəkili var. Onlardan başqa heç kimsə millət vəkili deyil. Biz deməli, sizdən aldığımız mandatın müddəti bitir. İndi biz sizdən yeni mandat almaq üçün seçkilərə gedirik. Və siz bizə yeni mandat versəniz, biz parlamenti seçiləcək. Kimə versəniz, daha doğrusu onlar seçiləcək. Artıq ASVP 2 yerə bölünüb, nə bilim mən neçə yerə bölünüb, o söhbətlər də bitir burada. Çünki artıq ASVP deyə bir şeyi, yəni millət vəkili bugün yoxdur. Bir həftədən sonra məlum olacaq. Heç kimsə də mən ASVP-yəm deyə bilməz bu günlər. Heç kimsə deyə bilməz. Yalnız ASVP-nin seçki komissiyası var. Seçki komissiyası müəyyənləşdirə bilər ki, bu proses, bu bir həftə nələr baş verəcək, onun bütün məsuliyyəti seçki komissiyasının üzərindədir. Bütün məsuliyyətlər keçib nizamlarına görə seçki komissiyasının üzərində. Ona görə kimsə döyüşdə deməsin ki, hay mən belə, mən elə yox. Mən elə, mən beləsi budur ki, xalqdan aldığım mandatın müddəti bitib. Və mən bir sadə bir misal çəkim. Sahibə Qafarovanın Azərbaycandakı belə şey mümkün olan şey deyil, sadəcə misal çəkirəm. Sahibə Qafarova bu günlər Milli Məclisin sədridir. Onun ətrafında əyanları da var 3-4 nəfər. O əyanlarla birlikdə parlament durur ayağa, Siyavuş Novruzov və ya digər qriyyətə gəlirlər də tutaq ki. Deyirlər ki, qardaş, ay bacı, ay qardaş, siz bizi idarə elə bilmirsiniz. Və biz sizlə vidalaşdırırıq, biz başqasını seçirik. Halbuki prezident seçilir, biz öyrəşmişik prezident. Niyə millətimiz qəbul edə bilmir bunu? Çünki Azərbaycanda bu təcrübə yoxdur ki, parlament kimisə seçə, kimisə çıxarda. Belə təcrübə yoxdur. Yalnız yuxarıdan təyin olanı gətirirlər Sahibə Qafarova kimi anti-Azərbaycan, Azərbaycan düşməni bir Rusiyanın bir agentini gətirib qoyulur onun başına. Biz də burada xalqımıza bir nümunə kimi göstərmək istədik ki, əziz xalq, bax sənin seçdiyin insanları biz də seçdik rəisət heyətinə. Rəisət heyəti Sahibə Qafarova və onun ətrafındakılar kimi idarə eləmək istəyir. Biz buna imkan verməyəcəyik. Və nümunə qoyduq ortaya ki, baxın görün 52 nəfər millət vəkilimizi topladı, dedi ki, belədir. Və 52 nəfər millət vəkilinə sonradan toplantıda qoşulan insanlar oldu. 70 nəfərə yaxın. 70 nəfərə yaxın millət vəkilinin iştirak elədiyi parlamentə həmin o rəisət heyəti gəlmədi və rəisət heyəti məcbur olduğunları, daha doğrusu parlament məcbur olduğu rəisət heyətini qoysun kənara ki, mən səni bir dəfə çağırıram, 2 dəfə çağırıram, gəlmirsən, onu demək sən məni saymırsan, mən də səni saymıram. Qoydu kənara. Amma vəziyyət belə oldu ki, geridə qalan 30 nəfərlə bərabər, çünki bizim 100 nəfərdir millət vəkillərimiz, 30 nəfərlə bərabər bunlar onları da aldatdılar, təsir altına saldılar, hədə qorxu gəldilər, vəd verdilər, nə inədilər? Çünki vəd vermə əlləri biraz uzundur. Mən görmüşəm belə prosesləri. Və məlum oldu ki, onlar da gedib özlərini ayrıca toplantı keçirdilər. Artıq o da bitdi, hər şey bitibdi, bunlar hər şey arxada qalıb, hər şey tarixə qovuşub. Bugün ASVP adından çıxış eləməyə kimsənin ixtiyarı yoxdur. Yalnız bir həftədən sonra seçkilər başa çatacaq. Ondan sonra seçki komissiyası sənədlərə baxacaq, səsvermələrə baxacaq, kimlərə səlahiyyət verəcəksə, o insanların da mandat alıb Azərbaycan Xalq Parlamenti adından danışmağa haqqı olacaqdır. Bu günləri ASVP demək olar ki, səlahiyyətlərini qoyub yerə, keçən həftədən qoyub yerə, şənbə gününə. Şənbə günü hesabatını verdi Cavanşir bəy, rəisət heyəti hesabatını verdi və qənaətbəxş hesab olundu toplantı. Onların fəaliyyətləri qənaətbəxş hesab olundu, bundan bitdi. Mən xahiş edirəm millətimiz bu məsələdə biraz ayıq olsun. Hər yoldan keçəni mən parlamentən deyib, parlament hesab eləməsin. Biz xalqımıza nümunə qoyuruq. Nümunə qoyuruq ortaya ki, ay xalq, əziz xalq, sən xalqsan, sənin seçmək və seçilmək haqqın var. Sənin seçmək və seçilmək haqqını sən qorumalısan. Yoxsa ki, prezident seçdik, İsa Qəmbəri biz qoruya bilmədik onun prezidentliyini. Ki, çox adamlar günahı İsa Qəmbərin boynuna qoymasın. Yox, biz xalq olaraq meydana çıxmadıq. Lazım olan qədər insanlar meydana çıxmadı. Lazım olan qədər insanlar meydana çıxsaydı, bu iqtidar qaçacı İlham Əliyev də 33 il atası ilə bərabər bizə bu zülmü edə bilməyəcək. Yəni 23 il ən azından onun bu hakimiyyət dövründə bizə zülm edə bilməyəcək İlham Əliyev. Biz o vaxtı bir dəfə iradə qoyub ortaya çıxsaydıq, olmayacaqdı. Mən bir misal çəkim. Çünki misal çəkməkdən millətimiz çox xoşlanır ki, yadına yaxşı qalır. Bir nəfərin evinə 3 oğlu girir.
Adam gelir, baxır, görür ki oğurlar gelir, tutur tüfəngi, tutur, deyir, dayanın burada. Dayanın burada, deyir, siz nə millətisiniz? Bir deyir, mən Türkəm, bir deyir, mən Kürdəm, bir deyir, mən Erməniyəm. Deyir ki, ay kişi, siz ikiniz də müsəlman, mən də müsəlman. Yaxşı, siz girirdiniz mənim bağım meyvələrindən, yeyirdiniz, sağlıq xoşunuz olsun. Və bu erməni köpoğlu, bu xristiyan niyə qoydunuz yeməyə? Qoyun mən bunu döymür möhkəm. Bunu möhkəm döyür. Əlində tüfəng qundağında möhkəm döyür, atır kənara. Yaxınlaşır Türkiyə deyir ki, ay kişi, sən mənim öz millətimdənsən. Sən mənim öz millətimdən olub, bağda sənin üçün tutakçılar var, mən də yeyim, sən də ye. Və bu Kürdü niyə gətirmişdi mənim bağıma girməyə? Başlayır Kürdü də döyməyə. Axırda da Türkiyə deyir ki, köpək oğlu, sən mənlə bərabər bağ becərmişdin, gəlib gəlsən mənim bağıma. Bunu da döyür, sarı qundağını, tüfəngi qundağını atır çölə, indi üçünü də atır bağdan kənara. Onlar deyirlər, nəfər oldu, bu bircə nəfər. Bir nəfər gəldi, bizim üçümüzdə döydü, haqlı çıxartdı özünü. Üçümüzdə döydü bir aile. Deyir ki, biz o erməni döyməyə qoymayacaq əvvəlcə. Erməni döydü, sonra Kürt döydü, sonra Türkü döydü. Biz əvvəldən qoymayacaq, bir-birimizə müdafiə edəcəyik. Ona görə dostlar, vəziyyət bu cürdür. Xalq olaraq biz özümüzü müdafiə etməyə bacarmalıyıq. Vətəndaş olaraq özümüzü müdafiə etməyə bacarmalıyıq. O vaxtı İsa Qəmbəri biz meydana, əvvəl Elçibəyə meydana tək qoymayacaqdıq biz. Elçibəy çıxıb kərəkə getməyiydi. Meydana çağıranda meydana milyonlar toplanmalıydı. Onda onu tək qoyduq. Ondan sonra da adına hədyanlar qoşduq. Sonra 2003-cü ildə İsa Qəmbəri tək qoymayacaqdıq biz. Seçilmişdi, biz seçmişdi, xalq seçmişdi. Onun arxasıca uzaq başı 1000 nəfər, 2000 nəfər gəldi, 5000 nəfər olsun. 100 minlər gəlmədi ondan, gəlmədi. İndi də bax bu prosesdə sənin özün seçdiyin insanlara sən sahib durmalısan, çağırışa gəlməlisən. Bu insanların, o seçilən insanların başqa gücü yox ki, gücü xalqdır. Bax görürsün İlham Əliyev necə xalqa yaltaqlanır. Səhərdə axşama qədər xalq belə xalq elə, bax xalqı necə də əzir. Əzir məhv edir, ad saxlayır, uşaq pulu vermir, sosial təminat vermir, ondan sonra nə bilim, pensiya vermir. Müəllimin maaşı 500 manat, ofisinin maaşı nə qədərdir? 150 bin manat. Mən nə qədər? Baş nazır maaşı 150 bin manat. Yoxsa nə qədərdir? Süleyman bəy bəlkə yadınızdadır. Baş nazır maaşı, təzə maaşı. 143 bin nə qədərdir? 17 min. 17 bin nə qədər? Buyurun. 17.600 neçə manatsa. Hə. O hara 500 manat müəllimin pulu hara? Müəllim 500 manat, 700 manat alır, ondan artıq pul almır. Nətər olur? O qədər alır, bu qədər. Yəni vaxtında müəllimin haqqını biz müdafiə edəcəydik. Uşaq pulu kəsilən vaxtı biz çıxacaq Heydər Əliyevin qabağına ki, ay Heydər Əliyev, sən burada uşaq pulunu ləğv edə bilməzsən. Bilirsin niyə elədir? Çünki Heydər Əliyev bütün yerlərdə rüşvət almaq üçün yol qoyur ki, sən gəlib rüşvət alacaqsan. Rüşvət almaq üçün yollar qoyur və bilir ki, əgər bir ailədə uşaq varsa, demək bu uşağa mütləq bu uşaq pulu verməlidir. Burada da rüşvət yeri yoxdur. Amma sosial təminat olan deyir ki, evində bir dənə xoruzun var, o xoruz var deyə mən sənə verə bilmərəm. O xoruz yumurtlayır səndə mi yumurtlayırmış? Xoruz da ki yumurtlamır. Belə. Ona görə dostlar, dəyərli vətəndaşlar, biz öz haqqımızı hər yerdə müdafiə etməyə bacarmalıyıq və parlamentdə olmuş, keçmiş parlament tarixində olmuş bu məsələni də bu cür qəbul etməliyik hər birimiz. Yəni, kiminsə, hansısa adamın pafoslu sözlərinə inanmaq yox, nizamnamə var, nizamnaməyə inanmalıyıq. Əsasnamə var, əsasnaməyə inanmalıyıq. Çünki biz yazmışıq onu. Sizlər də ona əsasən bizləri seçmişsiniz. Bu elə-belə deyil bir yazılar, orada da pozlar ki, mən necə istəyirəm ona riayət edeyim. Yox, ona riayət eləmənim, qabağında durmaq və məhz bu 70 nəfərin vəzifəsi bu 70 nəfər durdu. Və vətəndaşlarımız da bunu belə qəbul etməlidir. 70 nəfər mi dəlidir, yoxsa 30 nəfər mi dəlidir? Çoxluq dəli ola bilməz. Azlıq təsir altına düşə bilər, hər hansı məsələ ola bilər. Amma siz çoxluğu müdafiə etməlisiniz. Və birbaşa parlamentin bu vəziyyət düşməsində günahkar o 5 nəfər adam var idi, o rəissiyyət heyətində. Ki, onlar bir-birine möhkəm çıxardırlar, yəni möhkəm yapışaq. Onların yanında duran o məlumlar idilər. Onların yanında duranlar, nə qədər biz onlarla danışdıq, qardaşım, gəlin parlamentin yanında durun. Gedib Gədə-Güdənin yanında durmayın. Getdilər Gədə-Güdənin yanında durdular, parlamentin yanında durmaqdansa. Vəziyyət də belə alındı. Ona görə də bugündən, daha doğrusu keçən şənbə günündən parlament deyə bir şey yoxdur. Yalnız Azərbaycan Xalq Parlamenti seçki komissiyası var.
Seçki komissiyasının fəaliyyəti var bu günləri. Seçki komissiyası da fəaliyyətini başa çatdıracaqdır bu həftənin sonunda. Səslər sahib deyəcək ki, Süleyman bəy, sən seçilmişsən, Teymur, sən seçilməmişsən. Buyur, sən dur kənarda, Süleyman bəy, sən dur, keç yuxarı başa və keç özünün rəiyyət heyətini seç. Bu cür olmalı dəyərli dostlar. Nə qədər biz belə şeyləri qəbul edəməyəcəyik, biz uduzacağıq, hər yerdə uduzacağıq. Uduzduğumuz da bizə baha başa gələcək dəyərli dostlar. Uduzmamaq üçün hamımız bir yerdə olmalıyıq və millətimizin problemləri hamı. Görürsünüz Süleyman bəy tarixi nə gözəl danışdı. Bu vaxta qədər biz danışdığımız tarix Süleyman müəllim danışdığından bir qram fərqli olubmu? Olmayıb. Niyə olmuyor? Çünki olan budur. Başqa şey deyil ki. Hə, bəziləri yozurlar öz mənafilərini. Yox, biz yozmayacağıq, biz olanları deyəcəyik. Xalqımıza biz olanları təqdim edəcəyik və xalqımızın problemlərini biz bir qəpik maaş almadan, təmənnasız, xalqa yalvarmadan ki, ay nə bilim mən evdən arvad məni boşayacaq, nə bilim mən evdən yayım edə bilmirəm, arvad məni boşayır, mənə kömək edin, 2 illik pulumu verin. Yox, biz onu demirik. Biz deyirik, qardaşım, bizə xalqımızın pulu lazım deyil. Xalqımızı bu kökə salıblar. Xalqımızın ağıllı insanlar gəlin toplaşaq, xalqımızı bu vəziyyətdən çıxardaq. Acından mı öləcəyik? Bərabər öləcəyik. Toxundan mı öləcəyik? Bərabər öləcəyik. Hələ ki, Süleyman bəy öz cibində olan pullu xərcləyəcək, Teymur öz cibində olan pullu xərcləyəcək, Məhəmməd Xəlil öz cibində olan pullu xərcləyib gələcək ta xalqın müqəddəratını həll edib tutarına qədər. Ondan sonra da indi baxarıq görək indi görər kimdə vəzifə nə olacaq, nə olacaq, millət kimə hansı vəzifəni verəcək, nə edəcək. Millət bəlkə deyəcək ki, Oqtay bəy, gəl, sən ol mənim prezidentim. Və yaxud da ki, Məhəmməd Xəlil, gəl, sən ol mənim baş nazirim. Və yaxud da ki, Fahri Şərif, gəl, sən mənim idman nazirim ol. Xalq idarə etməlidir, xalq eləməlidir bunun hamısını. Ona görə də xalqın birgə mübarizəsi lazım, dəyərli dostlar. Bərabər mübarizəsi lazımdır. Xalq birlikdə bərabər mübarizə aparmağı bacarmalıdır və səslə də sahib çıxmağı bacarmalıdır. Heç vaxt biz yanımızda olan insanları döydürməməliyik. Günahı varsa özümüz döyərik, amma döydürməməliyik onu. Günahı varsa özümüz cəzasını verməliyik, amma başqasını döydürməməliyik. Başqa o mafiyalar onu döyməni imkan verməməliyik. Bəli, insanlarımız bugün çox ağır durumdadır. Həddən ata ağır durumdadır. Hatırlatdım mən. Uşaq pulu kəsilən günü, uşaq müavinəti kəsilən günü bütün uşaq olan analar çölə çıxmalıydılar. Çıxmadılar. Neçə illərdə biz yalvara qalmış uşaq pulu vermir. Sərhədlər bağlanan, o sərhədlər ki, açılması haqqında Beynəlxalq Səhiyyə Komitəsi məlumat verdi ki, sərhədlər açılmalıdır, çünki daha pandemiya yoxdur. O günü biz meydanlara çıxmalıyıq deyə bugün sərhədlərimiz bağlıdır. Dostlar, biz həyata 5 dəfə gəlmirik insan olaraq. Bir dəfə gəlirik. Və bir dəfə gəlinin həyatında insan kimi yaşamağı biz bacarmalıyıq. Biz hər hansı bir debillərin əlinə hakimiyyət verməli deyilik. Hakimiyyət xalq verməlidir kimə verirsə. Ki o da gəlsin, mən Heydər Əliyev versin oğluna, o da gəlsin mənimcəsin, o da bir debil oğlu var ona versin. Yox, belə olmalı deyil. Belə olmalı deyil. Xalq özü idarə eləməlidir öz ölkəsini. Deməlidir ki, Məhəmməd kişi, gəl sən də namizədliğini ver, Oqtay bəy sən də namizədliğini ver, Fariz kişi sən də namizədliğini ver. Gəlin 5 nəfər, 3 nəfər, 10 nəfər, mən də deyirəm, mən də namizədliğini verirəm. Xalq deyəcək ki, yox, səni mən seçmirəm, sənə 0 səs. Buyur Məhəmməd kişi, keç yuxarı, keç idarə ölkəni. Xalq idarə etməsi belə olur. Parlament seçəcəkdir.